Salam dostlar, bugün mətbəxdə israfın qarşısını alırıq. Əlimizdə qalan bayat çörəklərdən cəmi bir neçə dəqiqəyə möhtəşəm bir ləzzət hazırlayırıq. İlk öncə çörəklərimizi dilimləyirik. İstədiyiniz kimi doğraya bilərsiniz. Daha sonra isə sousumuzu hazırlamağa keçirik. Sous üçün qaba 1 yemək qaşığı tomat, 1 yemək qaşığı ketçup, 3 yemək qaşığı zeytun yağı və biraz su və ya bulyon əlavə edirik. İndi isə zövqə görə ədviyyatları, istiot, duz və paprika əlavə edirik. Əgər əlinizdə varsa sarımsaq tozu da əlavə edə bilərsiniz. Bu tamamilə sizin zövqünüzdən asılıdır. Sousu yaxşıda qarışdırırıq. Sousu çörəklərin üzərinə az-az əlavə edirik və elə qarışdırırıq ki, hər tərəfinə bərabər şəkildə hopsun. Sousu çəkmiş çörək dilimlərini soba qabına səliqə ilə düzürük. İndi isə qabaqcadan 170 dərəcə isidilmiş sobada üzəri qızarana qədər cəmi 10-15 dəqiqə bişiririk. Və budur, mətbəxi bürüyan o möhtəşəm ətir. Bayat çörəklərimiz xırtıldayan, dadlı bir qəlyanaltıya çevrildi. Həm büdcənizə qənaət edin, həm də süfrənizə ləzzət qatın. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.